Salam hörmətli izləyicilər. Efirdə Stop xəbərdir. Aparıcınız mən Nuray. Həftənin 5 günü son xəbərlərlə görüşünüzə gələcəm. Beləliklə bugünün əsas xəbərləri. Fevral ayının 27-sində ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb. Daxili İşlər Nazirliyindən Stop Narkotikasa bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 132 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb. Əməliyyat tədbirləri ilə ümumi çəkisi 7 kiloqrama yaxın narkotik də aşkar olunaraq götürülüb. Yevlaxda keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Savalan Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən Stop Narkotikasa bildirilib ki, ondan satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanıb. Savalan Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Biləsuvarda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib. Stop Narkotikas xəbər verir ki, tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abzadə saxlanılıblar. Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olunub. Baş Dövlət Yol Polisi İdarəsindən Stop Narkotikasa bildirilib ki, paytaxt sakini Agil Məmmədovun idarə etdiyi Renault markalı avtomobil manevr qaydalarını pozduğu üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Agil Məmmədovun narkotik maddə qəbul etməsi müəyyən olunub. Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və Agil Məmmədov inzibati qaydada həbs edilib. Masallıda narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən Stop Narkotikasa bildirilib ki, saxlanılan 37 yaşlı Cəlal Nurullayevdən 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb. O, əvvəllərdə analoji cinayətlərə görə məhkum olunub. Faktla bağlı cinayət işi başlanılıb. Cəlal Nurullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bizi izlədiyiniz üçün minnətdarıq. Sabah eyni saatda görüşənədək.